Sumqayıtda avtoxuliqanlıq eləyən sürücü həbs olunub. Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini və sürücülər arasında intizam məsuliyyətinin artırılması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə şəhər polis idarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq eləyən 37 yaşlı Fərahim Abbasov saxlanılıb. Əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Fərahim Abbasov idarə etdiyi Mercedes markalı 50 FL 442 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri eləyib. Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanlı çıxararaq təhlükəli manevrlər edən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib və onun sürücülük hüququ məhdudlaşdırılıb.